Və həqiqətən də bu qardaşlıq, bu din Allahın bizə olan bir lütfüdür, Allahın bizə olan bir nemətidir ki, biz hər an onu yaşayırıq, hiss eləyirik və o nemətlə bəhrələnirik, faydalanırıq. Və qardaşlıq elə bir nemətdir ki, bu günlərdə biz o bir araya gətirib. İslam qardaşlığı olmasaydı, biz bəlkə də hansı bir tanışlıq ki, münasibətlərimiz olardı ya olmazdı. Lakin Allah Taala bizlərin qəlblərini birləşdirib, qəlbimizdə bir-birimizə qarşı sevgi yaradıb, hörmət yaradıb. Və beləcə biz bir-birimizi qoruyuruq, bir-birimizin haqlarını ödəməyə çalışırıq. Bəzi vacibə haqlar var, bəzi müstəhəb haqlar var ki, hansı ki, qardaşlığı daha da kamilləşdirir. Və həmçinin bunun əksi olaraq haram olan şeylər var ki, o da qardaşlığı korlayan şeylərdir. Dinimiz onu da bizdən çəkindirib. Uca Allah Teala Quran-ı Kərimdə buyurur ki, Əl-Muslimu, Allah Teala buyurur ki, İnnəməl mu'minunə ixva. Həqiqətən də möminlər qardaşdır. Fə aslihu beynə əxavaykum. Elə isə qardaşlarınızın arasını düzəldin, onları mehribanlaşdırın. Allah Resulü sallallahu aleyhi ve sellem də buyurur ki, Əl-Muslimu əxul muslim. Müsəlman müsəlmanın qardaşıdır. Bəli, yəni müsəlman müsəlmana yalnız və yalnız qardaş ola bilər. Allah Teala Quran-ı Kərimdə innəmə təkid ədadı ilə buyurdu ki, möminlər yalnız və yalnız qardaşdır. Əgər kimsə deyirsə ki, mən möminəm, özü mömin sayırsa, digər mömin qardaşı ilə o yalnız və yalnız qardaş ola bilər, başqa heç nə. Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَاَتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Allahın ipindən hamılıqla yapışın, təfriqətiliyə düşməyin. وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ كُنْتُمْ اَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ. Bir zaman siz bir-birinizə düşmən ikən, o sizin qəlblərinizi birləşdirdi və sizləri dində qardaş etdi. وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا. Və bir zaman siz oddan olan bir uçurumun kənarındaykən, o sizi oddan qutardı, xilas elədi. Bəli, Allah Teala bizə buyurur ki, Allahın dinindən hamılıqla yapışın və parçalanmayın. Parçalanmayın. Allah Teala qardaş olmağı, cəmaat olmağı əmr eləyir, parçalanmaqdan isə eyni həmin ayədə də çəkindirir. Parçalanmaq nədir? İnsan dünya malına da görə parçalana bilər. İnsan hər hansı bir fikir ayrılığına da görə parçalana bilər. İmam Şafii tələbələrin biri ilə mübahisə eləyir. Hər hansı bir fikri məsələdə, bir rəy üzərində fikir ayrılığına düşürlər və aralarında biraz söz-söhbət böyüyür, incilik dərəcəsinə gəlir, çatır. Sonra gəlir tələbəsinin qapısını döyür, deyir ki, ey falan kəs, bizi bu qədər məsələ birləşdirdiyi halda bir məsələyə görə mi ayrılacaq? Madəm ki, bu boyda din, dinin içindəki o məsələlər istəyir, əsası məsələlər istəyir, furu məsələləri. Madəm ki, biz onun üzərində ittifaq eləmişik, bir məsələyə görə niyə ayrılaq? Dində elə şeylər var ki, ictihada qayıdır. Dində elə şeylər var ki, ixtilaflı məsələdir. Alimlərin orada bir neçə görüşləri var. Amma kimsə hər hansı bir görüşü götürübsə, bütün dini o məsələlərin üzərində qurub, qardaşlığı, dostluğu, düşmənçiliyi ona qaytaracaqsa, o din deyildir. Ondan qardaşlıq ola da bilməz, mümkün deyil. Çünki fikir ayrılığı səhabələrdə də olub. Bəzi fikri məsələlər var ki, ictihada qayıdan məsələlər var ki, səhabələrin müxtəlif görüşləri olub o məsələdə. Bu da onu göstərir ki, madəm ki, bir şey ki, insanın əqlinə qayıdan bir şeydir, əqllər də müxtəlif olduğuna görə orada fikir ayrılıqları ola bilər. Alimlər deyirlər ki, Əhl-i Sünnə vəl Cəmanın, Sələf Salihin yolunun özəlliklərindən biri də odur ki, onlar heç vaxt dini məsələyə qaytarmırlar. Məsələni dinə qaytarırlar. Hər hansı bir məsələdir, dində bir məsələdir. Bir nöqtədir, dəryadan bir nöqtədir. Onu həmin dəryaya qaytarırlar. Da dəryanı o nöqtəyə, damcıya qaytarmırlar. Ki, onun üzərində dostluq qursunlar, düşmənçilik qursunlar, sanki hər şey, din bundan ibarətdir. Bu məsələdə bizlə birsənsə, əla, yaxşı oğlansan. Müsəlmansan, möminsən, sələfsən, qardaşımızsan. Yox, əgər bu məsələdə sən bizlə deyilsənsə, demək sən də ya kafir deyirlər, ya bidətçi deyirlər, ya azğın deyirlər, ya nəsə görsən cürbəcür adlar, sözlər. Madəm ki, bu dinin böyük prinsipləri bizləri birləşdiribsə, niyə görə biz balaca bir şeyə görə ayrılaq? İbn Baz Rahiməllahdan soruşurlar ki, Əşarilər Əhl-i Sünnədən sayılır. Deyir, o yerdə ki, din qəribdir, bəli, orada Əhl-i Sünnədən sayılırlar. O yerdəki xavariclər, o yerdəki rafizlər çoxluq təşkil edir. Bəli, onlar da Əhl-i Sünnədən sayılır.
Əgər biz bu günləri Sovetlərdən təzə çıxmışıqsa, dinimizin gerçəyin hələ indi öyrənməyə başlamışıqsa, hələ onu da heç Allah bilir nə dərəcədə öyrənmişik, yoxsa öyrənməmişik və yaxud da o bildiyimiz şey sadəcə o məsələnin bir tərəfidir, yəni görülən tərəfidir ki, biz onu bilmişik, eşitmişik, öyrənmişiksə, bu demək deyil ki, biz onun üzərində dayanıb hamıya xor baxmalıyıq. Ələxüsus da səninlə çiyin-çiyinə, topuq-topuğa dayanan bir məsciddə namaz qılan müsəlman qardaşınla ona görə təfriqəçilik salasan. Madəm ki, bu qardaşlığı Allah Teala bizə verib və onu bizə əmanət vermişdir. Ona görə buyurur ki, Allahın ipindən hamılıqla yapışın. Və atəsimu bihablillahi cəmiyyən və la təfarraqu və ayrılmayın. Fatihə surəsində nə deyirik? İyyəkə nə'budu və iyyəkə nəstəyin. Ey Rəbbimiz, biz sənə ibadət edirik və biz səndən kömək diləyirik. Yəni biz cəmaat şəklində, ümmət şəklində sənə ibadət edirik da mən yox, biz. Sənə ibadət edirik və səndən də kömək diləyirik. Bu da yenə göstərir ki, dinimiz cəmaat dinidir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allahın əli cəmaatın üzərindədir. Yəni Allahın köməyi, Allahın yardımı, Allahın lütfü, müvəffəqiyyəti, qoruması cəmaatın üzərindədir. Ona görə cəmaatda olmaq lazımdır. Cəmaatı parçalamaq olmaz. Cəmaatı parçalamaq ən böyük günahlardandır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim gəlib əgər sizin cəmaatınızı parçalasa, kim olursa olsun onu cəzalandırın. Cəmaatı yığmaq, bir araya gətirmək illər lazımdır, illər. O da elə belə nəyinsə dünyaya bağlı bir şey deyil ki, deyəsən ki, bu hər hansı bir dünya malı ilə bu düzəldi, bağlandı, cəmaatın qəlbi gəldi, onun üzərində birləşdi. Xeyr, bu haqq olan dini öyrənməklə və öyrətməklə illər istəyir. Amma parçalamağa nə var ki, bir dənə fikir ayrılığıdır saldın, kim razılaşdı oldu bu tərəfdən, kim razılaşmadı oldu o tərəfdən. Bununla din saxlamaq olmaz. Və ümumən ümmətin içində bunu mütləq qorumaq lazımdır. Kiminsə yanlış fikri var, bəli, bu yanlış fikri düzəltmək lazımdır. Kiminsə yanlış addımı var, yanlış addımı düzəltmək lazımdır. Elmlə, gözəl bir şəkildə, rəhmətlə, sevgi ilə nəsiyyət eləmək, tövsiyə eləmək ki, düzəlsin. Amma yox, onunla dini parçalamaq, insanları parçalamaq, müsəlmanları parçalamaq qətiyyən olmaz. Allah həmd olsun ki, artıq 90'ın axırlarından bizim rayonumuzda da əhl-i sünnə dəvəti var, yayılır, insanlar buna tərəf üst tuturlar, neçə ilin qardaşları var və bunu bacardığımız qədər həmişə qorumağa çalışırıq. İndi də şükür Allah ki, təzə yenə də ibadət eləyən, namaz qılan, məscidə gələn qardaşlar var, onlar da qoyuş etsinlər ki, bu heç də dünəndə, İsləndə yaranan bir şey. Heç də bu yüngül zəhmətlə ortaya ərsiyə gələn bir şey deyildir. Bunu qorumaq lazımdır. Kafirlərin akademiyaları var. Akademiyalar bunun üzərində işləyirlər ki, necə eləyək müsəlmanları parçalayaq. Necə eləyək? Həm bunu elmi yolla çalışırlar, bir yol tapsınlar ki, parçalamaq üçün və həmçində cəsusları ilə. Cəsuslar atırlar müsəlmanların içinə, müsəlmanların rəhbərlərinin aralarına ki, onlar nədir birləşməsinlər, bir araya gəlməsin. Çünki bilirlər ki, müsəlmanlar birləşsə, müsəlmanlar bir olsa, onlara heç vaxt qalib gəlmək olmaz. Müsəlmanlar mehriban olsa, bir-birlərinə qarşı fədakar olsa, onlara heç vaxt üstünlük təşkil eləmək olmaz. Yalnız onları parçalamaq lazımdır. Parçalayaraq onlara hökmranlıq eləmək olmaz. Və bunun da məsuliyyəti hər birimizin üzərində fərdi olaraq düşür. Hər kəs öz-özlüyündə bunu qorumalıdır. İmkan verməsən yanında başqa bir müsəlmanın dalıca danışsınlar, onu gözdən salsınlar, onun qeybətini eləsinlər, onun eyiblərini açsınlar. Eyibsiz insan yoxdur. Və beləcə yalnız və yalnız qardaşlığı qorumaq olar. Allah Teala bu qardaşlığımıza bərəkət versin. Allah Teala bizlərə haqqı olaraq göstərib, daima haqq üzərində sabit etsin. Batili batil olaraq göstərib, batildən uzaq tutsun. Allah Teala ölkəmizə, xalqımıza sülh, əmin-amanlıq, bol-bol ruzi, bərəkət və mehribançılıq versin. Və ən doğrusunu Allah bilir. Və əxiru dəvana enilhamdülillahi rabbil alemin və salatu və selamu alə əşrefil ənbiyyə və mürsəlin.